Kumellə yol gedir. Birdən Kumel dayanır, görür ki, bir nəfərin Quran səsi, ağlamaq səsi gəlir, münacat səsi gəlir. Halla Quran oxuyur, ağlayır. Kumel ayaq saxlayır, baxır, deyir, bəh. Kumel də sən demə aldanır. Deyir, bəh, nə gözəl filan. Həzrət Əli etinası deyir ki, gəl gedək, dayanma. Deyir, ürəyimdə sual yarandı ki, Əli əleyhissalam niyə bu cür aşiqanə ibadətə belə etinasız yanaşdı? Dedi, gəl, Kumel, dayanma, gedək. Deyir, neçə il keçdi, Nəhrivan döyüşü baş verdi. Nəhrivan döyüşündə bir dəstə xavaric Həzrət Əliyə qarşı vuruşurdu. Düşmən cənazələrini gəzirdi Həzrət Əli ilə. Həzrət Əliyə qarşı vuruşanlar öldürülüb, yerdə cənazələri gəzirdi. Dedi ki, Kumel, bunu görürsən, dedim, tanıyırsan, dedim, yox. Dedi, o gecə Quran oxuyur da, sən valih olmuşdun, bax, onun. Deyir, düşdüm ayağına, dedim ki, heç kəs səni tanımadı. Həzrət Əliyə dedim, heç kəs səni tanımadı, heç kəs səni dərk eləmədi. Düşdüm, deyir, ayaqlarına. Saxtakarlıq çoxdur, dinin içində saxta adamlar çoxdur. Günahkar demirəm, saxtakarlıq başqa şeydir, günahkarlıq başqa şey. Hər günahkar saxtakar deyil, hamımız günahkarıq. Nəfs hərdən bizə güc gələ bilər, haradasa büdürəyə bilərik. Biri də var saxtakar adamlar. Saxtakar adamlar, namaz arxasında gizlənən, ibadət arxasında gizlənən adamlar.